Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bugün sizə 17 iyun 2026-cı il tarifinə gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli və yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında havanın temperaturu təxminən 19-21 dərəcə isti olacaq. Günorta saatlarında temperatur yüksələrək 27-29 dərəcə isti təşkil edəcək. Axşam saatlarında isə havanın temperaturu tədricən enərək 22-24 dərəcə isti ətrafında olacaq. Küləyin əsasən zəif və mülayim sürətlə əsəcəyi gözlənilir. Havanın nisbi rütubəti gün ərzində orta səviyyədə olacaq. Azərbaycanın əksər rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Aran rayonlarında gündüz saatlarında temperaturun 30-34 dərəcə isti, bəzi yerlərdə isə 35 dərəcəyə yaxın olacağı gözlənilir. Səhər saatlarında temperatur 18-23 dərəcə isti arasında dəyişəcək. Dağlıq və dağətəyi rayonlarda isə hava nisbətən sərin olacaq. Bu ərazilərdə gecə saatlarında 10-15 dərəcə isti, gündüz isə 20-27 dərəcə isti müşahidə olunacaq. Sinoptiklərin məlumatına görə iyun ayının ortaları üçün xarakteri olan sabit hava şəraiti davam edəcək. Ölkə ərazisinin böyük hissəsində güneşli hava üstünlük təşkil edəcək. Yağıntı ehtimalı çox aşağı qiymətləndirilir. Bu səbəbdən açıq havada istirahət etmək, səyahətə çıxmaq və müxtəlif tədbirlər keçirmək üçün əlverişli şərait yaranacaq. Xəzər dənizində dalğalanmanın əsasən zəif olacağı gözlənilir. Dənizdə küləyin sürəti aşağı səviyyədə qalacaq. Bu da dənizkənarı ərazilərdə istirahət edənlər üçün əlverişli hava şəraiti yaradacaq. Lakin günorta saatlarında ultrabənövşəyi şüaların təsiri arta biləcəyindən açıq havada uzun müddət qalan şəxslərə ehtiyatlı olmaları tövsiyə edilir. Paytaxt sakinlərinə və ölkə əhalisinə günün isti saatlarında bol su qəbul etmək, günəş altında uzun müddət qalmamaq və xüsusilə yaşlı insanların, uşaqların sağlamlıqlarına diqqət yetirmələri tövsiyə olunur. İsti hava şəraiti səbəbindən günorta saatlarında kölgəlik yerlərə üstünlük vermək daha məqsədə uyğundur. Beləliklə 17 iyun 2026-cı il tarixində Azərbaycanın əksər bölgələrində hava şəraitinin sabit günəşli və əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur göstəriciləri mövsüm normasına uyğun olacaq və ciddi hava hadisələri proqnozlaşdırılmır.